Hövsa qəsəbəsində bir mağazanın tavanının uçması və bir vətəndaşımızın dağıntılar altından xilas edilməsi ölkədə tikinti normaları ilə bağlı acı həqiqəti yenidən gündəmə gətirdi. Binaların alt mərtəbələrində və zirzəmilərində aparılan qanunsuz dəyişikliklər hər an növbəti faciəyə zəmin hazırlayır. Masazırdakı Qurtuluş 93 yaşayış kompleksinin sakinləri isə artıq neçə vaxtdır ki, qəzalı vəziyyətə düşən binaların uçacağı qorxusu ilə yaşayırlar. İctimaiyyətin narahat edən əsas məsələ oxşar hadisələrin digər ünvanlarda hər an təkrarlana biləcəyidir. Tikinti normalarına məhəl qoymayan binaların başında isə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış kompleksi gəlir. Newsazın təqdim etdiyi görüntülər sakinlərin qorxu və narahatlığının heç də əsassız olmadığını sübut edir. Burada binaların birinci mərtəbələri və zirzəmiləri kütləvi şəkildə qeyri-yaşayış obyektlərinə çevrilir. Mənzilləri ayıran divarlar və ən əsası isə binanın yükünü saxlayan sütunlar və dəmir-beton konstruksiyalar sökülərək mağaza obyektlərinə uyğunlaşdırılır. Hazırda kompleksdəki 12 A saylı bina məhz bu səbəbdən qəzalı vəziyyətə düşüb və üst mərtəbədə yaşayan yüzlərlə sakinin həyatı birbaşa təhlükədədir. Sakinlər bu təhlükəli tendensiyanın və tikinin özbaşınalığının arxasında Bağçalı Evlər MTK-nın Novxandakı Maybiç istirahət mərkəzinin rəhbəri tikinti magnatı Hacı Məhərrəm Novruzovun dayandığını bildirirlər. İddia olunur ki, kəsdirdiyi ağacların yerində binalar ucaldan iş adamına dur deyən yoxdur. Əlaqədar instansiyaların isə bu qanunsuzluqların qarşısında almaqda aciz qaldığı vurğulanır. Hövsandakı uçqun bir xəbərdarlıq siqnalı idi. Qurtuluş 93-dəki sakinlərin səsi eşidilməzsə, növbəti faciə qaçılmaz ola bilər. Qanunların tikinti maqnatlarının maraqlarından üstün olub-olmayacağını zaman göstərəcək mövzu diqqətimizdədir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.